Deməli 164 2 sonra 4. 162 də bizə deyir ki, deməli A2, B2 və B7 xanalarında olan ədədlərin cəmi A variantıdır. Yəni A2, B5 və B7. Normal qaydada cəmləyir. B bəndi səhvdir, bərabərlik yoxdur. D ilə Y də səhvdir, bərabərlik yoxdur. Bərabərlik birinci gəlməlidir. Əgər yoxdursa, deməli o hesablanmır. Bir dənə A ilə C arasında qalırsınız. C-də ona görə ödəmir ki, A2 qoşa nöqtə A5 nə deməkdir? Ya bunu bilmirsiniz. Bilsəz məncə səhv yazmazdınız. Çünki bu mənası o demək ki, bura A2, A3, A4, A5 bunların hər biri daxildir. Aydın oldu. Diapazon anlayışını yaxşı öyrənmək lazımdır yoldaşlar. Ona görə A variantı qalır. Problem qoşa nöqtə ilə nöqtəli vergülü fərqləndirə bilmirsiniz. Oradadır. Bərabərlik yoxdur ay yoldaşlar. Bərabər yoxsa hesablamır. Bərabər olmayan misalları silməliydiniz. Ona görə A variantı qaldı. 164. Deməli, D2 xanasına düstur necə yazılmalıdır? Bir də bu mənası nə deməkdir? Nazim 8 saat işləyir. Saatı 10 manata. Bu maaş o demək deyil, aylıq maaş. Yəni 1 saatı 10 manata işləyir. Düzdür, bəndə tam yazılmayıb, amma bu mənası o deməkdir. 1 saat 10 manata işləyir və 80 manat əmək haqqı alır. İndi burada məsələ nədir? Məsələ budur ki, 8-i vurur 10-a. Yəni, burada 80 manat belə olur. C2 vur F2 xanası. Mən amma bunu aşağı sürükləsəm olacaq. C3 vur F3. C4 vur F4. Aşağı düşəndə hərf niyə dəyişmir? Kim deyər? Hərf niyə dəyişmədi? En üstünde olduğuna En göre. üstünde. Bəli, hərf niyə dəyişsin ki? Dəyişən yalnız rəqəm olur. İndi C3 sonrasında nə yazılıb? 36. F3 nədir bəs? Ölçünü boşdur. Boş sona nə idi? 0. Deməli, onu da belə çıxır ki, Eyvaz 36 saat boş-boşuna işləyir. Çünki axırda 0 manat alır. F4 də yoxdur, F5 də. Ona görə yoldaşlar, saatlar dəyişir. Saatlar dəyişir. Saat hamı eyni saatdə işləmir də. Biri 8-dir, biri 36-dır, biri 72-dir. Amma 10 manat maaş dəyişmir. Çünki hər biri burada 10 manata işləyir. Fəhlədilər də. Dollar F dollar için. C variantı. 10 manat dəyişmir. Çünki 10 manatı sabit saxlayır da bu. Sən bunu hara sürükləyirsənsə sürüklə 10 manat kimi hesablayacaq. Bildiniz? Əgər dollar işarəsini təyin eləmişiksə. Bu aşağı sürüklənsə belə dollar F dollar için. Dollar F dollar için. Dollar F dollar için. Bu qayda gedir. Bildiniz yoldaşlar. Bu belə. Sualı olan var burayla bağlı. Hətta mən sizə deyim ki, bunu belə də versə düz olar da. C2 vurulsun F dollar için. Yəni F'in qabağında dollar olmasa da olar. Yenə də hesablayacaqdı. Bilsiniz ya. Çünki eyni sütundadır da. Hərf niyə dəyişsin ki? D sütunun içindədir. Sadəcə biz aşağı düşürük. Onu yenə də hesablayacaqdı. Aydındır yoldaşlar. Yenə də hesablayacaqdı. Hərf dəyişməyəcəkdi ona görə. Dəyişən bir dənə sətir olacaqdı ki, onu da sabitləsə, vəsiyo.
Heç bir problem yoktur. Dollar F dollar 2 hissəsini başa düşmədim ya. Yəni sabit qoymalısan ki 10 manat burada sabit qalsın da. Aydın olmadı. Bəs burada 10 manatı necə sabit saxlayırıq biz? 10 manat aşağı düşəndə 10 manat harda yazılıb? F2 xanasında. Bəs sən aşağı düşəndə F3 olur axı bu. F3 xanası boşdur axı 0-dır. Onda bu nəticəsi 0 verəcək bizə. Excel açıram. Buraya yazıram 5. Buraya yazıram 4. Buraya yazıram bərabərdir. Bu üstəcəl bu. İndi mən bu P6 xanasını dollar eləyəndə dollar. Ya daha 4 də dollar eləyir. Dollar olanda sən buna hara sürükləyirsənsə sürüklə. Eyni düsturdur bax. Gör dollar dəyişir bəs. Hə? Bax hara gəldi sürüklə getsin. Hara gəldi. Sabit qalır da. Bu dəyişmir axı. Aydın oldu. Hər vaxtın xeyir sabah. Dolları hara sürükləyirsənsə sürüklə o dəyişməyəcək. Ya biz burada ona göre dolar təyin edirik ki, bu 10 manatı sabit saxlasın. Yəni bunun yerində C2 vur dollar F dollar 2 olur. İndi variantı əsasən. Bu 10 manatı bunu aşağı sürükləyəndə olacaq C3 vur dollar F dollar 2. İndi bildin niyə sabit saxlayırıq? Bax C2 oldu C3. Amma F2 F3 olmadı. Niyə? Çünki 10 manatı sabitlədik ki, F3 xanası olsa boş xana olacaq. Onda belə sıra C3 vur F3. C3 36 da F3 yoxdur. Onda EVA 0 manata işləyir. Onda bu bir mənası qalmır. Aydın oldu indi. Yoxsa yox. Aysun. Aydın oldu ya yox. Məncə aydın olmadı, amma ki sualı analiz edib başa düşmək lazımdır. Çox da qalmaq istəmirəm. Vaxtımız da çatmır hər hansısa sualın üzərində çox qalmağa. Amma sonra geri dönüşdə olsa görəcəyik bu suallardan yenə. Əgər bilməsən gələn dəfə deyərsən, başqa bir şey yazıb izah edəcəm. 165. Onsuz gələn dəfəyə bunun nəzəriyyəsi qalıb. Y5-də verilən ədəd 51-dən böyük olarsa F5 xanası, deməli belə deyir ki, əgər Y5 xanası 51-dən böyüksə, onda keçdi, əks halda qaldı. Belə olacaqdı. If'in funksiyası neydi uşaqlar? Y5 51-dən böyüksə, D variantıdır. Y5 51-dən böyüksə, keçdi, əks halda qaldı. If'in qaydası buydu ki, əgər şərt ödəyirsə birinci, ödəmirsə ikinci, yəni qaldı. Bildiniz? If qayda olaraq bu deməkdir, yəni yanaşma olaraq, hesablama olaraq. Ödəyirsə keçdi, əks halda qaldı. %60 çok karışık oldu. Biraz elə bir vəziyyət. 166. Məncə tam başa düşməmişsiniz bunları. Əslən bilirdim belə müəyyən çətinlik olacaq, amma ki
Təbii ki, bir dərsə mümkün deyil də bunları mənimsəmək. Deməli yoldaşlar, qulaq asın. İndi sənə görə elədir, bəli, Səbinə xanım. Ha, demək olar ki, bu formatda düşür. A1-ə nə yazılıb 20? 20 20-dən yox, 20 20-yə bərabərdir, hə. Orada bir dənə şərt ödəsə bəs eləyir ki, bunun nəticəsi true olur. Onun nəticəsi true da yoldaşlar. Qabaqda not olduğu üçün nəticə false verəcək. A2 xanasına yazılıb 30. 30 bərabərdir 10-a. Enddə bir dənə yanlış varsa nə olur? False. Amma qabaqda not olduğu üçün true olacaq. A3 xanasına yazılıb 40. Ödüyor. Ha, indi o birisini yoxlayaq. A4'e yazılıb 50. Ödüyor. Enddə hər ikisi ödüyorsa true'dur. Amma qabaqda not olduğu üçün false olacaq. 50. 50 50'ye bərabərdir. True. Ora görə true olur. Amma not varsa false olacaq. A variant. Aydın oldu ya yok. Baxacaq, tələsməyin yoldaşlar. Burada yazılan rəqəmlərə baxacaq. Əgər yazmışsansa baxacaq. Yox, yazmamışsansa indi baxıram. 168'e indi baxacağım. Ora qədər götürək varmı? %68'den sonra 170 gəlir. Yaxşı. Deməli qulaq asın. O qaydanı sizə attım mən keçən dəfə. Qocurum attım onu yadımdan çıxdı. Ha, atmışam. İşarələdim ki, biləsiniz. İndi deməli, əgər bizə diapazon verilirsə, diapazonda görün orada nə yazmışam? Yalnız rəqəm, yəni 1-dən 3. 1, 3. O mətnləri nəzərə almırsınız. Amma kənarda true ilə false-u nəzərə alırsınız. Amma diapazonda yox. Onların hamısını qeyd eləmişəm orada. Baxsaz görəcəksiniz. İndi 1-lə 3 2 dənə. True ilə false-u da sayır. Cavab elədi 4. Ya, true-nu 1 kimi sayır. False-u da 0 kimi. Onda cavab 4-dən olur. Average A1 üçün. İndi qulaq asın, deyirəm, narahat olmayın. Average A1 üçün. Average'ə görə ədəd orta çıxardır. 1-lə 3-ün ədəd ortası nə olacaq? 1-lə 3 toplayır 4, 2-yə bölsəz 2. Ədəd orta toplayıb sayına bölməkdir. 4'ün üstünə 2, 6, 4 cavab B bənd. Deməli. %68'den sonra 170, 71. Yoldaşlar 70'də istinad birisi nədir? Elə neçə dənə xana varsa o qədər də istinad var. 3. Xana istinad deməkdir elə. Məsələn, sən götür, tutaq ki, D2 xanasına 5 yaz. O demək ki, mən buraya istinad eləmişəm də. İstinad elə xana ünvanıdır. 71. 160. Bax, rows verib. Yəni sağa doğru, sətir üzrə. Cross nə idi? Vurma. İndi neçəni vuracaq? Step 3 3. 2'nin 3'ü 6, 18, 54, 162. 3'e vura gedir. İndi 162 ara yazılıb Y1 xanasına. A variant. Sonra 184'e qədər 175 var.
Neyse arada olabilir yadımdan çıkar. O yadıma salarsız. Çünkü karşı oldu biraz. 175. C6 kanasına. C6'ya yoldaşlar ben ne yazmalıyım? Yazmalıyım ki sum C2 C5'te. Döbrottu. Başka ne yazacağız? Y variant. Maaşların cəmini hesaplamak için de. Bildiniz. Sonra ne var burada? 184. Sonra 195. Temeli yollarsa birinci D1'de olan düsturu D2'ye, D3'te olan düsturu D4'e çözür. Çözürmə əməliyyatı necə olur? Bax, mən bunu aşağı sürükləsəm olacaq sum A2 nöqtəli vergül C3. Bunu aşağı sürükləsəm olacaq A4 vur B4. Yoldaşlar sürükləyəndə o demək deyil əvvəlki yerində qalmır o. Siz onu səhv başa düşmürsünüz. Yazıram bura 4, bura 5. İndi bu üstə gəlib bu. Düzdürmü? Bunu bura yazıb. Düzdür. Bax, bunu bura yazıb. Sen bunu sürükləyəndə aşağı. O demək deyil ki, bu əvvəlki yerindən silinir. Əvvəlki yerində qalır. Sadəcə yeni bir formatlar aşağıya doğru yazılır. Bildiniz? İndi. Evet, sen bunları hesablayacaksınız. Bunu da, bunu da, bunu da ve bunu da. Əslində hesablayıb ədəd alacaqsınız da, düzdürmü? Hər hansısa bir ədəd. Tutaq ki, buna 5, buna 12, buna 43, buna 0 və s. də tutaq ki, məsəl üçün. 4 tane almadınız. Count da ne demek? Böyle count saydı 4 tane. İhtiyaç yoktu yani onları bir de tapmağa. İhtiyaç yoktu hesaplamağa. Böyle. Yani oturup bunları hesaplamağa ihtiyaç yok. Ben bu rəqəmləri özümdən yazdım bu cevapları. Axır ki bir ədəd alasan da bunları. Count da ne demek? Saymaq. Elə 4 dənədir. Niye hesaplayıb vaxtımızı itirək onu? %95 %95'te göre bizde ne deyir? Sürüklənmə. B5'te olan dollara, dollar değişmir. Bir şey yadda saklayın ha yoldaşlar. B'den B'ye harf değişmir. Rəqəm bir vayda artır. Bu değişmir. Harf değişmirsə, rəqəm də değişmir. Dollar bir. Söyle özüdür. Elə özüdür. Nə harf değişmir, nə də rəqəm. Rəqəm ona görə değişmir ki, dollar var. Harf değişə bilərdi, amma değişmədi. Yaxşı. 200'e qədər yoxdur ki. 200'ün özü. A2 nə yazılıb? 2. C3'e nə yazılıb? 2 böldüm hərfi 5'ten. Hə. B1'e nə yazılıb? C2'ye nə yazılıb? Enddə biri yanlışdırsa yanlış. False. Amma not olduğu üçün cavab olacaq true. Daha variant. Bəli, hərfsiz verilən rəqəm də dəyişmir. Doğrudur. Yəni sadə bir ədədlə rəqəmlər dəyişmir. 203. İndi count'a görə yalnız biri götürəcəksiniz. Yalnız rəqəm. Amma count A-ya görə olacaq 5. Niyə? Çünki bunların hamısını götürürsünüz. Count A olanda hamısını götürürsünüz. Amma count olanda yox. İndi yoldaşlar, average nə deməkdir? 1 ilə 5-in average 3.
Y variantı. Aydın oldu. 200, 10, 11, 13, 14. Hı hı. 210. Kulağısın bu silsile soruldu aslında. Bay yollar soru. Y4'e 2 yazıp bir size xanam ünvanları darzıl gedir. Y5'e 7 yazıb. Bu xanaları qeyd edib. Qeyd edilmə nə deməkdir? Elə bir ki, Excel-dir, bax seçirəm. Aşağıya gələnə bir sizdə plus işarəsi gəlir. Bunu tutub aşağı doğru dartanda nə olurdu bu? 2 ilə 7 arasının fərqi nə qədərdir? 5. Deməli 5 5 artırırdı. Onda Y6 xanasında nə yazılacaq? Ay yoldaşlar. 12. Y7 xanasında nə yazılacaq? 17. Y8'də nə yazılacaq? 22. Y9'da 27. Y10'a 32. Ya belə-belə gedir də. Y11'e 37 vesaire. İndi bizə hara qədər deyir? Y10. Cevap oldu 33. Dadaş varyantı. Tamam. Bildiğiniz yoldaşlar. 211 görevlə sualdı. Deməli, bizə deyir ki, bir də bunları bir-bir yazmaq lazımdır aslında. B2, B4. 1. Sütun sayı nə qədərdir? Sütun elə bir dənədir. O da B'dir. 2. Sətir sayı nə qədərdir? Neçə edir? 3. Xana sayını tapanda yoldaşlar sütunu sətirə vurursunuz. İndi məsələn 1'ə Y gedir. 3 sətir. Aydın oldu. Başqa məncə uyğun olan yoxdur. Elə 1'ə Y-dir. Yoldaşlar 1'ə Y olan elə bir dənə təkcə böldürsə, o da Y variantıdır. O birisilərdə B, Y, A, Y, heç bir ödəmirəm. Heç ehtiyac yoxdur bunun. Yəni o davamını deməyə. Bildiniz. Ya digərlərinə görə, məsələn D3, Y6. Amma yenə də deyim yadda saxlayın. Sütun istəsə 2 dənədir. D ilə Y. Sətir istəsə 6 çıxır üstə gəl 1. 2'də 4 dənə. Xana sayı istəsə 8. Bu qayda tapılır. %13 mən yenə də deyirəm. D1'də olan düsturu Y2'yə. Hardan hara gedir? D1'dən Y2'yə. D'dən Y'yə hərf bir dənə artır. Rəqəm də bir dənə artır. Все. İndi bu düstur var ha. A olacaq 1, A olacaq B 1 olacaq 2. Dollar B dəyişmir. O birisi də olduğu için. Dollar burada B'ye aitti ha. 1'e ait değil. Ona göre 1 2 olur. Şimdi B için ne yazılıb 6. 6 plus 6 cevap 13. D variantı. Bildiniz. Növbəti. 213'ten sonra 225. Oraya kadar 214 olmalıydı diyesem.
Yoksa yok. 14 de var. 14, 19. Deməli yoldaşlar, yenə köçürülmə məsələsi var. C1-də olanı C2-yə köçür. Oldu B3 çıxılsın dollara, dollar 1. İndi hər ikisini hesablayıram köçürəndən sonra. B2 nə yazılıb? A1-ə nə yazılıb? Elədi 2. B3-ə 4 yazıb. A1'dəki 3. Elədi 1. İndi C1 üstə gəl C2. 2 üstə 1 o da elədi 3. Yəni Y variantı. Birinci köçürməlisiz, sonra hesablamalısınız. 219'un da asan yolu var. Aslında bunu elə buradan deyək. 3'ten 15'e aslında bunu bugün deməliydik. 01. Neçə elədi? 11. Yollarsa 1 niyə çıxdım? Çünki asan yol olaraq sayın. Düzün deyəcəksiniz ki, həmişə çıxıb üstünə 1 gəlirdik. Düzdür. O burada keçərli deyil. O burada keçərli deyil. Burada 1 çıxırsınız. Bildiniz. Elə onu deyim ki, bu çıxma 1 var ha. Çıx 1. İstisna hal kimi buradadır. İstisna hal. Aydın oldu. Ya da oturup eline sağında yollaşır. Hansılar gizlədilib? 4, 5, 6, 7. İmtahan qutaracaq bunu eline sayana kadar. Və eline sayın ya da. Ya bu yollardan istifadə eləmək olar. Yo, o nə əlaqə? En son satır sayı. En son satır sayı 1 milyondur. Yollaşlar bu yollar öyrənə ehtiyac yoxdur. Həm en sondan həm əvvəlkin çıx, neyinə? Ehtiyac yoxdur belə şeylərə. 16.5 hardan aldım bəs? 16.05 hardan gəldi? Ha, oradakı ümumi sayıdan. O da olar bəlkə. Bəlkə də olar. Onu yoxlamamışam heç. Belə birinci dəfə gördüm. Ola bilər bəlkə də. Ən yaxşısı budur da, yəni bir çıxsan ən ideal yoludur. Bir dənə bir çıxma qaydası buradadır. Qalan hər yerdə üstünə bir gələcəksiniz. Sonra 228 bana eynidir. 19 eynidir. Ha, eyni sualdır bax yoldaşlar. 24 sıx 2 sıx 1. 21. Elə gəlmişsən dedik. Olsa deyəcəkdik də nə fərqi var. Sonra nə qaldı burada? 224 qaldı həməncə. 24, 25. 24, 25. 28'i dedik. 24, 25. Yaxşı. Yenə C1'də olan düsturu D2'ye köçür. Hərf artdı, rəqəm artdı. İndi olacaq dollar A3, D dollar 3. Yəni dollar A dəyişmir. 2 oldu 3. C oldu D. Dollar üstü dəyişmir. Bildiniz?
Daha sonrası ne yazılıb? 6. D sonrası ne yazılıb? Biz D sonrası var ki. Deməli olmayan xanaya 0 yazacaqsınız. Olmayan xanaya 0 yazacaqsınız yoldaşlar. Düz əslində o doğru deyil. Sualda bir çatışmamazlıq var. Gələ yazardı ki, əlavə qeyd olaraq. Digər olmayan xanalar yox. Belə bir şey yazardı ki, e, digər xanalar boş xanalardır. Yəni ədədlərlə doldurulmayıb da. Bildiniz? Digər xanalar boş xanalardır. Aydın oldu yoldaşlar. Onu gələ qeyd kimi yazılardı. Çünki onu bilmək olmurdu. O yazılmalıdır əslində. Çünki yazılmayan da sən bilmirsən axı digər xanaların nədir vəziyyəti. Burada da testin sualı Azərbaycan sayağı yazılıb. Belə deyək. İndi Benim imtahana düşse imtahanda da yazılmayacak. yox yazılmayacaq onsuz da. Amma ki, yəni heç düşməyəcək imtahana əslində elə şeylər prostodur. D4'e yazılmış. One minute. A dolar 1 vurulsun dolar B2. Düsturu A2 S üst yap. Ya da birinci bilmək lazımdır ki. A2 S üst yapazonda burada Excel seçirəm. Yəni ya seçməlisiniz ya da bilməlisiniz. Təbii ki, bilməyəcəyinizə görə seçirəm. Çünki onu yəni, hər tələbə başa düşə bilmir də bu diapazon nələr daxildir. Əslində mən bilirəm ki, nələr daxildir. Seçməyə mənə görə ehtiyac yoxdur. Deməli. İndi bura hansı xanalar daxildir? A2, A3, B2, B3, C2, C3. Plus işarələr atdım. Tutaq ki, birinci A2 xanasını köçürmək istəyirəm. D'dən A'ya hərf nə qədər azalır? 3 dənə. Çünki D'dən C'yə, C'dən B'yə, B'dən A'ya. Lab 3 dənə yox, bir dənə azalsın. Düzdür. Heç bağını azalda bilərsiniz siz. Hə? Əlifbada A'dan əvvəl nəsə gəlir yoldaşlar. Excel'in proqramında. Deməli heç birinə köçürülə bilməyəcək. Cavab 6. C'yə də köçürülə bilməyəcək. Bilirsiniz niyə? A'dan əvvəl etsin yoxdur axı. Hara getsin bu bədbəxt? Hə? Bax, hara getsin? Etsin yoxdur axı. Amma desəydi ki, məsələn, Y5-ə köçür, bu başqa məsələ. Niyə? Çünki D'dən Y-yə artım var. 4-dən 5-ə də artım var. Yəni, ən azı bir artım var. Ya bir dəyişməməzlik də ola bilərdi. Yəni, azalma olmamalıdır. Bildiniz nə demək istəyirəm? Azalma olmamalıdır. Artmalıdır əksinə. Çünki artmalıdır ki, məsələn, Y5 deyirəm, ha. Hərif bir dənə artır. Bu A olsun B. Dollar 1 dəyişməsin. Dollar B dəyişməsin. Rəqəm də bir dənə artısı olacaq 3. O belə. Bu başqa məsələ. Əgər Y5-ə getsə, bu C-yə necə gəlsin? Bax, hansı xana var burada? C2. D-dən C-yə hərif bir dənə azalır. Mən bu anı necə azaldım? Hə? Bu birinci anı necə azaldım? A-dan əvvəl heç yoxdur axı. Bu hara getsin, yaxşı? Köçürülə bilməyəcək. Köçürülə bilməyəndə bizdə nə verirdi? Ref səhvi. Bax, göstərirəm yenə. Keçən əvvəl göstərmişdim əslində. Yox, bir dəqiqə bu A-ya gətirim. Buradan yazmayaq. Yazıram.
bərabərdir bu. Üstəgəl bu. Bax, sola çəkirəm. Ref verdi. Niyə ref səhvi çıxdı? Çünki bir şey başa düşün ki, ay yoldaşlar. C-dən B-yə gəlirəm. Hərf bir dənə azalır. Bu anı mən necə azaldım? Hə? Köçürülə bilmir axı. B-ni azaltma olur. B oldu A. Bunu bildik. Və bu anı necə azaldı? Deməli köçürülə bilməz. Və ref səhvi verir. Referensiz. İstinad səhvi. Heç birinə köçürülə bilməyəcək. 6 dənə. Niyəsini bildiniz? Hə? Bildinizsə möhtəşəm. Hətta möhtəşəm. 25-dən sonra 28-i dedik. 230. Hərflərdə müqayisə necədir? Hərflərdə müqayisə necədir? Hərflərdə müqayisə belədir ki, yoldaşlar, yazıb kiçik bərabərlik yer. Countif şərtə görə sayır. Yəni, ilk hərfi A, B, C, D ilə başlayanlar sözlər götürəcək. Başlayan sözləri. İlk hərfi A, B, C, D ilə. Əlifba necə gedir? A, B, C, D, Y, F belə getmir. Bu yeni burada nəzərə alınmır. Düzdür, bərabərlik var. Amma mətnlərdə bərabərlik, bu rəqəmlərə görə, ədədlərə görə. Mətnlərdə nəzərə alınmır. Ona görə A, B, C, D ilə başlayan hansıdır? Bilic, count, countif, bilic, count A. 5 dənə. Yenə deyirəm. İlk hərfi A, B. Bunları qeyd eləmək lazımdır yoldaşlar. Çünki bunlar bir fərqli məqamlardır ona görə. Yəni əlifbanın sağına getdikcə məsələn D hərfi A-dan, B-dən, C-dən böyük sayılır. Bildiniz? İndi Y hərfi də A-dan, B-dən, C-dən, D-dən böyük sayılır. Bərabərlik onsuz da var da, yeni götürmür sadəcə. Bərabərlik var da, kiçik bərabər deyə. Hərflərdə bərabərlik nəzərə alınmır. O rəqəmlərdədir ancaq, ədədlərdədir. Məsələn, 5 kiçik bərabərdir 5-dən. Amma hərflərə aid deyil. Aydın oldu. Rəqəmlərə mətn ədədlərə görə ödənir. Nə qaldı burada? 241. Çox yazı qaldı, geridə görəmədim. 45 var. Ay 220 də var imiş, ha, indi gördüm ama. Əslində indi dediyimə aid deyil 220. 220-nin dediklərimə aiddir, mətnləri müqayisəsi. 41, 44, 45, 49. 220-də yoldaşlar. Burada onsuz da true'dur. Bu da true'dur. Rəqəmlərə görə deyil. Bunun cavabı false. Niyə? Çünki E A-dan kiçik deyil axı. İlk hərflərinə baxsınız. İlk hərflərinə. E A-dan böyük sayılır. İşarə böyük olmalıdır. Bildiniz. Səhv olduğuna görə false olur. Enddə də bir dənə false varsa nəticə false verəcək. Bildiniz. Dört bir. Bax. Yoldaşlar, əslində biz bunu bir-bir köçürməliyik. B1-də olan düsturu B2, B7-yə. Mən ama köçürməyəcəm, çünki ehtiyac qalmayacaq. Bir dənəsini yazıram ki, nümunə olaraq biləsiniz. Bu niyə aiç oldu? Hə? Çünki aşağı düşəndə rəqəm bir dənə dəyişir.
Deməli növbəti A3, A4, A5 belə gedirdi. Bildiniz. İndi bunu da silən var. Heç ehtiyac yoxdur. Heç ehtiyac yoxdur valla. Bilirsiniz niyə ehtiyac yoxdur? Çünki zaten A2 ilə buradadır. Gətir bunun yerinə müqayisə elə eyni şeydir. 700 300-dən böyükdür. Ümumiyyətlə ent verib. Bilirsiniz də entdə bir dənə yanlış olsa yanlış şeydir. 700 700-dən kiçik idi. Yox. Deməli bunun cavabı false. Gəldim növbətiyə. 300 kiçikdir 700-dən. Amma 300 300-dən böyük deyil. Bu da false. Eyni şeydir yoldaşlar. Sadəcə aşağı düşəndə A3 A4 olur. Sonra 600. Həm də 300-dən böyükdür. Hər ikisi ödədirsə true. Sonra 400 700-dən kiçikdir, həm də 300-dən böyükdür. Bu da true. 200 700-dən kiçikdir, amma 300-dən böyük deyil. False. 100 də 100 300-dən böyük deyil bu. Birinci ölür amma ikinci yox. False. 500 700-dən kiçikdir, 300-dən böyükdür. True. Neçəsi true olacaq? Deməli 1, 2, 3 dənə. Bildiniz neyle oldu? Her dəfə aşağı düşənə bir dənə ədədi yerinə qoyub müqayisə edirsiniz. Aydındır yoldaşlar. Her dəfə aşağı düşəndə bir dənəsini qoyursunuz. Deməli 44. Bax yenə eyni tip sualdır. Bax neçəsi false olacaq? Çünki bunları yaxşı öyrənməmişsiniz ona görə. 700 400-dən böyükdür, truedur. Orada bir dənə true varsa truedur. Not olduğuna görə false olur. Yeni dərs davamını keçəcəyik, bəli. Leyla xanım. Excel'in davamını, tabları bitirəcəyik. Yəni yarım saat falan desək bəs eləyər. 25 dəqiqədən belə. Excel'in tabları o qədər şey deyil, yoldaşlar. Word qədər deyil. Mən sesi və əsas bir iki yer deyəcəm, sonra onunla yekunlaşacaq. Bəli, bir dənə bunları bitirək, az qalıb. 2 dənə sual qaldı. Nə deyirdim? 300. 300 400-dən kiçikdir. Ora görə true'dur, not varsa false. 600 400-dən böyükdür. True, not varsa false. 400 400-dən kiçik deyil, böyük deyil. Bu false olur, amma not varsa true. 200 400-dən kiçikdir. True, not varsa false. 100 400-dən kiçikdir. True, not varsa false. 500 400-dən böyükdür. True, not varsa false. Babuqa, neçəsi false olacaq? Bir dənə true var, qalanları false. 6. Bu sualların nömrələrini yazan vətəndaş. Başa düşə bilirsəniz sualları, yoxsa yox? Hə, yoldaşlar. Aydın olur hamıya. True, false söhbətləri. Aysun bildin yoxsa yox? Sənin suallarını bunlar. Yoxsa vəziyyət o deyil.
Vəziyyət olsa yaxşıdır. Ay yoldaşlar, A1'ə nə yazılıb? B2'yə nə yazılıb? Onda elə də 18. Sam düzəmləmə. Vergül verib, ha, qoşa nöqtə deyil. Diapazon deyil bu. Max da diapazondur. Diapazon da nə B2 S2 aradır de burada. 7 olur da maksimum. Minimuma görə. D3 B2. Minimum neçə də 6. Y sonrası yenə yoxsa 0 kimi qəbul edirik. Düz o yanaşma doğru deyil hardasa. Amma ki. Bir də bura nədir də ortası? O da 8 eləyir. Bəli. Olmayan xana 0 kimi. Bildiniz də bu söhbətləri. Hə? Bir dənə 49 qaldı. Görək o nə sualıdır. C1'e yazılmış düsturu C2'ye C3'e. Yoldaşlar bunlara aşağı köçürəndə nə olacaq? B dollar 1 olduğu kimi qalır. A1 olur A2 A3 belə dəyişir sadəcə. İndi A1'ə nə yazılıb? 1. B1'ə nə yazılıb? 2. Elədi 3. A2'yə yazılıb 7. B1'ə 2. Elədi 9. A3'ə yazılıb 5. B1'ə yazılıb 2. Elədi 7. İndi 3, 9, 7, 19. Yəni A variantı. Birinizi köçürəcəksiniz, sonra da toplayacaqsınız. Bildiniz. Yaxşı, bu belə. Sual olan yoxsa yoldaşlar. Excel'in tablarından mən müəyyən nələrsə deyəcəm, deməyə çalışacağım. Görək nə desə daha yaxşı olacaq. İndi biraz da testə uyğun sualları çalışıb deyərik. Testləri həll eləməyə görə. Bir dənə diaqram məsələlərdir, bir də bu. Yaxşı, bunları testlər var onsuz. Ay qulaq asın. Burada hündürlüyü böyüdürəm enini. Burada alignmentdə şaquli düzləndirmə var. Görürsünüz. Şaquli. Sütun üzrə. Amma bir də var üfüqi düzləndirmə. Üfüqi elə vördlərə var idi, eyni şey. Bunlar hər ikisini mərkəzə verib görə bilərik. Sonra yoldaşlar, burada orientation əmri var. AB yazılan bucaq dərəcəsi olan. Yazının bucaq dərəcəsinə görə dəyişə bilərsiniz. Şeyin içərisində də. Nədir? Xananın içərisində. Hətta bunun burada format cell alignmenti vururam. Format cells adında pəncərə açılır. Bucaq dərəcəsini sağda görə bilərsiniz. Mənfi 90 ilə müsbət 90 aralığında dəyişir. Əgər 0 dərəcə eləsək, yazı bu qaydada görsənir. Adi. Sonra sola və ya sağa doğru çəkə bilərik. Xana içində yazıları, bunları bilərsiniz yəqin ki. Word-lara var idi. Salam müəllim, axşamınız xeyir olsun, necəsiz? Sağ ol, sağ ol. Sonra yazı yazıram. Yerləşmir. Burada wrap text əmri var yoldaşlar. Wrap text əmri nə edir? Bunu vuranda yerləşməyən yazını alt-alta yazır. Amma bir dənə xananın içində, olduğu xananın içində bir neçə sətirdə yazır. Olduğu
Xananın içində alt-alta yazır. Wrap text. Hərfləri bəs balacalaşdırmaq üçün hansından istifadə olunurdu? Yəni kanalın ölçüsünü dəyişmədən yazını oraya yerləşdirilməsi İndi üçün. deyəcəm. Yox, deyəcəm indi onu, o da var. Sonra yollarsa, burada belə bir şey var ki, alignment'in kənarına ox işarəsini vururam, o burada var. Shearing to fit. Və budur. Hərflər elə bir ki, balacalaşır, xananın ölçüsünə uyğunlaşır. Xananın ölçüsünə uyğunlaşdırılacaq dərəcədə kisilir. Fit uyğunlaşdırma. Ctrl Z. Shearing to fit, o buradadır. Format selsin dialog pəncərəsi. Alignment'in kənarına ox işarəsini vuranda format sels dialog pəncərəsi açılır. Wrap text'in yoldaşlar, klaviatura kombinasiyası Alt Enter'dir. Alt Enter vuran kimi düzəliş edir. Sonra nə qaldı başqa burada? Bir də burada şey də var, merge, birləşdirmə. Yazıram info. Seçirəm 3 dənə xananı birləşdirirəm. Merge edirəm. Birləşdirir, yazımla mərkəzə gətirir. İndi yazını sola apara bilərsiniz təbii ki, düzləndirmə bizdən asılıdır artıq. Bu qayda. Merge birləşdirməkdə, əgər istəməsə kənarında vururam. Aşağı asılan siyahıda burada unmerge var. Unmerge sels eləsəm, xanaları ayırdı. Artıq birləşdirmə rejimindən çıxartdı. Mənim Bildiniz. imtahan diaqram falan düşür. Yəni diaqramlar. Var, diaqram məsələləri var. İndi izah edəcəm tələsmə. Geniş şəkildə deyil, belə də yəni incilləri var. Sonra bizim deyəcəyimiz nə var elə başqa burada? Sonra yollarsa bizə vacib olan hansı ki xana formatları var deyə burada. Keçən dəfə bilmirəm demişdik mi ya yox. Deyəsən demişdim mən. Number, currency, coining, short date, long date, time percentage. Deməmişəmsə də bunlar nədir? Burada number ədəd kəsr formatı saxlayır. Accounting, hesab, currency, value type. Short date qısa tarix. Yəni, keçmiş bir tarix göstərir. Uzun tarix var. Sonra time var, percentage var faiz olaraq. Məncə bunlar demişdim. Bunlar var idi məncə. Bunları yadda saxlayın. Bunlar xana formatları sayılır. 8.3 başlığındaydı bunlar. Adlarını mütləq şəkildə bilməlisiniz. Adlarını. Bunlar xana formatları sayılır. Sonra yoldaşlar bizim biləcəyimiz Müəllimxana formatları nə işə yarayır? şey vermədim bəs. Hə? Yox, tarix falan qeyd elədiniz orada Odur da elə, 1900. xana formatı odur da. Yəni yazdığın şeyləri dəyişir də fərqli. Tarixlə göstərir, valyuta ilə göstərir, faizlə göstərir. Yəni xanasını yazdığın şeyləri fərqli formatlarda göstərir. Elə Hə, o da bildim. adı üzərində. Yəni elə orada elə ciddi bir şey yoxdur. O dediniz adlarını əzbərləyin, ona görə dedim. Bunların adlarını bilməlisiniz. Şanslar var. General number, currency, accounting, short date, long date, time, percentage, fraction, scientific. Adlar öyrənmək lazımdır. Yazıram belə bir şey. Burada yoldaşlar bu testlər var sual kimi. De bunlardır. Bunlar nə edir? Ədədin mərtəbəliyini artırıb azaldır. Ben de birisi nə edir? Yuvarlaqlaşdırır. Ben de 5'e baxın 6 olacaq. Yuvarlaqlaşdırma riyazi olarak 4 oldu 5. Bax belə yuvarlaqlaşdırır. Aydın oldu. Belə ədədin mərtəbəliyini artırıb azaldılması üçün bu ikisi. Sonra bizim biləcəyimiz nə var başqa? Buraya yazıram 5. 20. Seçirəm 5'i kopyalayıram. Sonra 20'ni seçirəm. Paste'in aşağısına yollaşdır. Paste special var. Bura vururam. Belə bir pəncərə açılır. Burada operation'da əməliyyatlar var. İndi non-heads add eləyirəm. Add nədir? Toplama. İndi 5 ilə 20'ni toplayacaq 25. Deməli bu nə eləyir? Mübadilə buferinə köçürülən xana ilə seçilmiş xananı seçib toplayır. Ctrl Z elədim. Yəni 20'yə qayıtsın. İndi subtract. 20 ilə 5'in fərqi. Subtract, add toplamadır. Subtract çıxma. Elədi 15.
Ctrl Z eləyirəm. Növbəti nə əməliyyat qaldı? Multipli. Vurma. Asil. 5 20-yə vurduq 100. Və yoldaşlar. Pay special divide. Bölmə. 25'e bölür 4. Bildiyiz. Bildiyimiz adi toplama, sıxma, vurma, bölmədir. Bəlkə nə bilim, mənasızdır. Uzun dedik də. Bildiyiz. Hətta burada nə anlayışda var? Məsələn, seçirəm 5 kopyalayıram. Başqa bir xana seçirəm. P-sinə pay special. Values var. Values nə deməkdir? Qiyməti köçür. Aydın oldu. 5 olaraq köçürdü bura. Eyni şeyi. Əslində biz bunu copy paste eləyə bilərdik. Amma belə bir şey də var da. Ya nə bilim, formul kimi nəsə yazsaydınız. Məsələn, bu üstəcəl tutaq ki, belə bir. Ana yuvan. Düz yollaşır. İndi bu sıfırdır. Bunu bəlkə düstur kimi göstərə görə neyəcək bunu? Seçirəm indi bunu. Kopya edirəm. Bu niyə çıxdı öz başına? Çözüm dəqiqə. Nəsə error getdi, qoy yenidən açılsın. Ha. Yenidən yazaq yoldaşlar. Deməli nə yazırdım? Ha, neysə. Tutaq ki, adi bir hesablama kimi yaza bilər aslında. Yazıram bu üstəcəl bu, düzdürmü? İndi mən istəyirəm ki, bu formulu köçürəm hansısa bir yerə. Təbii ki, formulu köçürəndə dəyişə bilər də qiymətləri, məlum məsələdir. İndi yoldaşlar, bunu formul kimi göstərim. İndi seçirəm bunu, kopya edirəm. Niyə problem yaradır? Başa düşmədim. Nəsə egzədən sonra bir başa. Tuta bilmədim mən söhbətdən. Yəqin onu kopya eləyə bilmirəm. Ola bilsin ki. O niyə eləmədi? Görmə də maraqlı gəldi. Bu üstəcəl bu. Yaxşı, kopyalayım. Kopyalayım. Seçirəm hər hansısa. Gətirməsin axı bunu. Bu niyə saxlamır? Çünki başa düşmürəm. Kopya eləyim, yaxşı, gəlin boş bir xanaya. Pay special. Burada formulası var. Formulası seçirəm, okey. Eyni düsturu köçürdü bura, gördünüz. Formula. İndi şu formulası yəqin onu nəzərə almadı, ona görə göstərmədi. Və ya başqa bir yerə köçürə bilərik. Formulası, okey. Düsturu köçür, qiyməti köçür. Yəni, belə tip şeylər var orada. Sonra nə vardı? Nə bilim, formatı köçür. Format nə deməkdir, yoldaşlar? Məsələn, mən bu 5 olan xanaya verirəm. Format. Altdan xət. Gördünüz necə format vermişəm. Görün, neyəcək? Kopyalayıram, seçirəm bir xananı. Pay special. Formats. Okey. Fikir versiniz. Format köçür. Daha 5'i gətirmədi ha. 5 orada məzmun sayılır. İndi qulaq asın. Bu seçdiyim xanaya yollaşdır. Bəlkə bir 2 yazaq. Görün nə olacaq. Altından xətt çəkəcək. Eyni formatı köçürdü. Gördünüz. Belə. Yaxşı. Ctrl Z dedim. Bir de yoldaşlar, burada belə bir komanda var. Mən sizə test olan nəzəri sualları izah edirəm, elə bir ki. Həqiqətən də. Bunlar elə bir testin suallarıdır. Bu dediyim şeylər testdə sual kimi var. Kopya edirəm. Bir də bunu sətr üzrə seçirəm. Pastin içində pay special. Transpose var. Transpose. Okey. Bir siz eynir. Sütun üzrə yazılan məlumatı sətr üzrə yazır. Aydın oldu. Sütun üzrə yazımızı. Bunu yollarsa adi copy paste eləyə bilmərsiniz. Ha. Bir dənə copy paste eləyə görə nə olacaq? Copy. Dəqiqə. Kodamını seçin. Copy. Paste. Fikir verdiniz. Fərqini gördünüz. Deməli, copy paste demək deyil. Copy paste başqa bir şeydir. Bəli, ümumi köçürür də, yəni. Copy paste eləyəndə ümumi köçürür. Bu belə.
Sütun kimi yazır da müəllim elə sütunun o üzrə məlumatı sütun kimi yazır olduğu kimi. Adı yəni sütun üzrə yazdığımızı sətir, sətir üzrə yazdığımızı sütun kimi. Və bunu seçirsən, kopyalayırsan, sətiri seçirsən, sətir üzrə. Paste special'da transpose de buradadır. OK vurursan yazdım. Bunu demək istəyirdin yoxsa? Kamilə xanım. Aha. Lap yaxşı. Davam edək yoldaşlar. Görək nə olacaq bu işlərin axırı. Bunları dedik. Sonra bizə qalan vacib olan nə var burada? Məsələn, ədədlər yazıram. Seçirəm yoldaşlar. Burada belə bir şey var. Conditional formatting. Şərtə görə format verir. Məsələn, burada şərt verə bilərəm. Greater-than. Yəni, nədənsə böyük. Şərt verirəm ki, indi bu düz avtomatik özü götürüb. Mən amma şərt verirəm. Şərt verirəm ki, 38-dən böyük olanların formatını dəyişsin. İndi burada hazır rənglər də var. Ya da, nə bilim, özümüz seçə bilərik. Custom format var ki, format verə bilərik. Red text olsun. Yəni, mətni qırmızı, OK. Şey versiniz. 38-dən böyük olanların rəngini dəyişsin. Gördünüz. Əslində, yaxşı bir şeydir bu. Sual verə bilərəm. Bəli. Belə yazdığınız ədədləri artma və ya azalma sırasına yazmaq üçün hansısa bir əmr var, əməliyyat. Var. İndi gələm onu deməyə. Elə onu da deyək, hazır gəlmişsən. Data length tabında da var. Sort filter. A-dan Z-ə, Z-dən A-ya. Bunlar da elə. Bir də home tabında da var. Eyni komandalar da burada. Sort filter. A-dan Z-ə, Z-dən A-ya. İndi A-dan Z-ə vursam 20, 32, 37, 39, 40, 42, 44, 52. Bax sıralardır. Z-dən A-ya vursam əksinə. Aydın oldu. Sortlaşdırma bu deməkdir. Bəli. A-dan Z-ə, Z-dən A-ya bildiniz yoldaşlar neynədir? Yəni azdan sonra çoxdan aza doğru sıralayır. Bir də filtrləmə əməliyyatı var ki, onu bir dolu cədvəl üzərinə desək daha yaxşı olar. Niyə? Boş cədvəldə bir fərqini görək heç olmasın. Bu şərtə görə format vermək də yaxşı bir komandadır məncə. Lazım olanları bizə göstərsin də indi. Bildiniz necə. Sonra yollarsa, Sales'də bu vərəq sətir sütun əlavə etməyi demişdik yadınızdadsa. Ya da silməyi də burada da onu demişik. Bir dənə burada formatda nə var? Sətir sütunları hide, unhide. Sətiri sütunu vərəqi gizlədə bilərik. Mən məsləhət görürəm ki, onsuz bayaq gördüyünüzdə gizlədilmiş sətirlərin sayını necə tapdıq? Yadınıza düşdü. 24-dən 2 çıxıb 1 çıxdıq. Sual var idi bayaq. Əlavə 1 çıxırdı. O suallarda yoldaşlar bunlar. Mən məsləhət görürəm ki, bunu elə qayda kimi yadda saxlayın ki, hardadır? Home'da formatın içində sətir sütun vərəqi gizlədə bilərsiniz. Aydın oldu. Bir də burada formatın içində nə var yoldaşlar vacib? Protection. Vərəqi mühafizə. Yaxşı mı? Mən onu gəlin belə eləyək. Gəlin belə eləyək. Home'da format sətir, sütun və vərəqlərin gizlədilməsi. Home'da yenə o formatda vərəqlərin mühafizəsi. Bildiniz? Vərəqlərin Hər ikisi mühafizəsi. elgənə görədir müəllim, yoxsa necə? Yox, mühafizə nə deməkdir? Hə? Mühafizə nə deməkdir yoldaşlar? Word-də də demişdik. Qorumaqda yəni parol falan qoymaq ya da nə Hə. bilmək. Amma gizlədilmə elə deyil axı. Yox, sadəcə itdi getdi. Görünmür. Aydın oldu. Gizlədilmə odur ki, yəni o görünmür.
Amma mühafizə odur, çox parol görsən. Demək istəyirəm ki, müəllim, home format 1, yəni birinci yazdığınız Word-a aiddir, ikinci yazdığınız Excel-ə, yoxsa ikisi də Excel-ə Yox, aiddir? ikisi də Excel-ə. Excel-in Word-ün nə işi var burada? Bizim Ha, dərsimiz heç Word nə. Excel-dir. Bildim, MS bildim. MS Excel. Bildim müəllim, elə bildim ikincisinə də aiddir ona görə. Yox, Excel-dən söhbət gedir. Prosta mən bilsiz elə şey var ki, onu yəni onu göstərmək mənasız elə yerini bilsəz bəs. Sonra kitabın gizlədilməsi də view-dadır. View-da hide. Kitab bilsiz nədir bax? Ümumi gizlədir. Fikir verdiniz. Unhide vursam göstərir. Kitabın gizlədilməsi. Home yox, view. Certificate yazıram da sizə bir növ desək. View-da window. Gecə Qrupu. qeydlərinə bənzər qeydlər. Bəli. Kitabın. Kitab dediyin yəni Excel-də yollarsın. Kitabın gizlədilməsi. Bir də bir şey deyim sizə. Sort, filter əməliyyatları həm home-dadır. Home və data. Amma bir şey var da yoldaşlar. Sort filter əməliyyat həm home-da var, həm də datada. Amma sort filter lent qrupu yalnız datadadır. Bu da düşüb ha qəbula. Bax, sort, o işarəmdən göstərək. Lent qrupu yalnız data lent tabına aiddir. Yəni bunu görüb cevab home yazmayın da onu demək istəyirəm. Saatdə indi. Ha vətəndaşlar. Bildiniz yoldaşlar. Çatdı Bunların müəllim, fərqi var. çatdı. Biri var əməliyyat olaraq icra eləmək. Əməliyyat olaraq iki yerdən icra eləyə bilərsiniz. Home və data. Amma lent qrupu olaraq yalnız dataya məxsusdur. Yalnız. Çox vacib məqam da. Həqiqətən deyirəm bax. Çox vacib. Elə bu qeydlər öyrənsəz böyük şeydir. Sonra yoldaşlar. Elə gəlmişsən digər bu şeydə deyim mən sizə burada. Bir dəqiqə. Vərəqin mühafizəsi tək home-da formatda deyildi. Onu gəlin belə eləyək. File menüsündə də var. File, review, file review. Bir də vərəqin kontekst menüsündə. Buradan nə edə bilərik? Vərəqlərin mühafizəsi. Yəni home da bura aiddir da yoldaşlar. Yəni düzdür, mən bunu nətər eləyək ki, bunu ayırmaq istəmirəm. Gəlin belə eləyək. Mən bunu da buradan kəsim. Bunu buradan silək. Bax belə. File, review, file, review. Vərəqin kontekst menüsündə vərəqlərin mühafizəsini, yəni vərəqlərin mühafizəsini həyata keçiririk. Beləyiz. Ya bu yollar var. Bu da belə. Sonra vacib olan bizə nə qaldı başqa? Diagram məsələsini izah edəcəm o heç. Görünüş rejimləri yoldaşlar view-dadır. Bir dənə yadda saxlayın ki, page layout görünüş rejimində header
Bu tür aktif olur. Değişebilir. Yalnız page layout görünüş çözümünde. Aydın oldu. Yalnız orayı. De bu da yollar ba. Header footer neydi kalan bayazım header. Aktif olur bu rejimde. Ama diğer rejimde aktif değil. Normalde onsuz aktif değil. Normal bu da. Page birlikte bu. Bu da aktif değil. Custom views da var o kadar vacip bir şey değil aslında. Seçilmiş müeyyenler arsa gösteriş sundu. Sonra yollarsa burada view'da şey de var. Formula barı çizerek göstermek. Bu düstur satırı. Sonra mesela grid lines. Excel'in tor xətlər görürsünüz. Heading, satır sütun başlığı. Görürsünüz Excel'in sütunları, satırları, cizlerini gösterir. Bu ikisi var ha. Grid lines, headings. Hem de page layout da var. De buradadır. Aydın oldu. Hatta bunlara print işareler var. Print əmrləri. O demek ki çapda da gösterip göstermeyebiliriz. Onu gəlin belə eləyək. Mən bir dənə dolu sənəd asım. Çünki dolu sənəd asmazsa öyle fərqini görə bilməyəcəksiniz. Dəqiqə. Page layout-a gəlirəm. Normalda çap edirəm. Belə görsənir yazıb. Sağda görürsünüz. Yeni yollar printlərin qabağına hər ikisinin işarəsini qoyuram. Fikir verirsiniz. Hərflər, rəqəmlər görsənir. Yəni sətir sütunlar. Aydın oldu. İşarəsini götürsək getdi. Sonra bir de burada çapın miqyası anlayışı var. Scale. Page layout da. Miqyası azaltsam, məsələn 50%. Fikir verim dənə. Yazı da balacalaşır, gördünüz. Aydın oldu mu? Bu yoldaşlar sənədin miqyası deyil ha. Aşağıdakı değil bu. Sənədin miqyası aşağıda baxsınız 160%. Bu çapın miqyasıdır, printin. Yani burada printin miqyası deyilən bir anlayışı var imiş. Var yani. Ctrl P ise normal görsənir. Hətta o page brick var, preview, görünüş rejimi deyirik, view'da. O elə bir sapla bağlıdır demək olar ki. Fikir verdiniz. Bu belə. Miqyas ümumiyyətlə 100% default qaydadadır. Belə də ki, sənədin miqyası yadda saxlayın. Excel'də 10-400 arasında dəyişir. Faiz dərəcəsi olaraq. Aydın oldu. 10-400. Yadda saxlayalım. Word-də mənim 1500 idi elə. Bəli, orada 1500. Bir de yollarsa, bu şeydə çox yaxşı bir komanda var burada. View tabında. View tabında şey var, freeze var. Dondurulma. Freeze stop edirəm. Birinci sətri dondurdum. Ad, soyad və s. İndi aşağı düşürəm, fikir verin. Bir dənə ad, soyada baxın qalıb. Bir dənə birinci sətrə baxın. Birdən sonra 11 gəlir, gördünüz. Əsab yaxşı şeydir. Tələbələrin nəticələrini falan görmək üçün. Bilirsən ki, bu informatikanın nəticəsidir. Bildiniz. Aydın oldu yoldaşlar. Bu yaxşı bir şeydir əslində bax. Görürsən ki, konkret hansı fənin nəticəsidir. Yoxsa ki, adi qaydada olsaydı bax. İndi təsəvvür edin ki, belə düzdürmü? Düşürsən aşağı. İndi mən nə bilim ki, məsələn, bu 15 nəyin nəticəsidir? Yaddan çıxa bilər də yoldaşlar, normaldır. Normaldır yaddan çıxması. Bir də təzələn yuxarı qayıt, bir də aşağı düş. Ona görə birinci sətri dondura bilirsiniz. Freeze. Böyle view tabında da əsas bunlar demeye çalıştım. Review'sa düşmüyor. Datada bir iki şey diyeceğim. Formulası funksiyalardır. Biliyorlar page layout olanlar dediği o heç. Əsas qəbulu vacib olan düşə biləcək. Formulası da bir dənə neyi deyim? Xananın adını dəyişə bilərik. Aha. Məsələn bu dəqiqə mən gələm məsəl üçün deyə bura 80 olan yer. Hansı xanadır? C3 xanası. Bax burada görsənir. İndi yoldaşlar gələ burada define name eləyirəm. Define name. Buna vururam. İndi burada bu düz soyaddır ki, bana silirəm. Aydın oldu. İndi yazıram ki, McDonald's. Okey.
Niyə error verdi görəsən? Bu adı qəbul edilmir. Yaxşı, burger yazıram. Bunu qəbul elədim. İndi fikir verin bura. Da S3 xanası yox, burgerdir xananın adı. Bildiniz? Məsələn, bura gəlsən S2, S1, S2, bura gələndə burger. Sonra S4, S5, belə gedir. Xananın adını dəyişə bilərsiniz. Düzün deyəcəksiniz ki, bu niyə dəyişirik? Heç nə, mənasız yer. Menü dəyişmiş xananın adını, elə qalıbdır da. Aydın oldu. Bəli, yenə yemək adları, çünki yemək adları bizim üçün vacib məsələdir. Sonra yoldaşlar, burada başqa xananın adını dəyişik, formulası define name yadda saxlayın. Həm də buradan da dəyişə bilərsiniz, name box'dan. Ya bu Y5'i silib dəyişə bilərsiniz, məsəl üçün. Bir də yoldaşlar, burada belə bir şey var. Testlərə var sual kimi, indi sizə onu göstərəcəm. Az qalıb demək olar ki. Buraya yazıram 5, yazıram 7. Buraya yazıram bərabərdir. Bu üstə gəl. Bu. 12 necə aldım? 5-dən 7-nin cəmindən. Onda yoldaşlar, belə çıxır ki, 12 aslıdır da 5-dən 7-dən. Razısınız? İndi burada formulasında trace precedence var. Vururam. Belə bir oxşar yazılır. Hətta testdə belə suallar var axırda. Yəqin Bəli, görmüsünüz. makro suallardan var belə. Aslı əsas kanallar. İndi bu nədir yoldaşlar? Elə burada da həmin şeydir. 12 aslıdır. Amma 5-dən 7 əsas xanadır. Bilsiz niyə əsas? Elə adi riyazi yolla baxsaq görəcəksiniz də. Çünki 12 mən necə aldım? 5-dən 7-dən. Deməli 5-dən 7 əsasdır, 12 asılıdır 5-dən 7-dən. Yoldaşlar, 12 asılıdır da 5-dən 7-nin cəmindən. Bildiniz nə demək istəyirəm? 12 5-dən 7-nin cəmindən asılıdır. Ona belə çıxır ki, 2 dənə əsas xana, bir dənə də asılı xana var. Sadə sualdır məncə, elə çətin bir şey yoxdur. Yəni aslı əsas xana bu mənada baxırıq. Sonra nə var burada? İndi qulaq asın. Mən Elgün Əliyev adında bir məlumatı çaşıb 2 dəfə yazmışam tutaq ki. Copy paste elədim. Bax 20-ci yerdə də var, 2-ci yerdə də var. Özüm copy paste elədim yoldaşlar. İndi deyəcəm nəyə görə? Bütün hər şeyi seçirəm. Ya da Ctrl A da eləyə bilərsiniz. Data tabında burada şey var. Remove duplicates var. Görürsünüz. Remove duplikat. Bunu vuranda Kopyaları sildim. bəli, indi OK vurursunuz sadəcə. Bax 20-ci yerə baxın bir dənə. 20-ci yer görürsünüz. Silinib bax. Niyə? Duplikatları silir. Aydın oldu. Duplikatları silir. Yəni belə bir komandadır. Bu qaydada. Sonra bir də yoldaşlar, burada belə bir şey var. Data validation. Xanaya məhdudiyyət qoymaq. Bunu vururam. Belə bir pəncərə açıldı. Burada icazə allow. Yəni nəyə ki məhdudiyyət versəniz onu seçsin. Tutaq ki ədədlərə whole number. Hansısa bir aralıqda between. Minimum maksimum 2 5. İndi bu nə deməkdir? Yəni mən bu xana var ha. D4 xanası. Bu dəqiqə seçdiyim xana var ha. Bu xanaya 2 ilə 5 arasında rəqəm yaza bilərəm. Məsələn 1 yazsam xəta verəcək. 6 yazsam xəta verəcək. Gəlin yazaq. Və error verir. Çünki qəbul edə bilmir. Məhdudiyyət vermişəm. 7 versəm. Amma 5 versəm qəbul edər. Yalnız həmin aralıqda olan ədədlərin istifadəsinə icazə verir də elə. Bəli. Yaxşı, data validation dedik. Bir dənə diaqram məsələmiz qaldı, onu deyək. Nə yoldaşlar, belə bir şey yazıram. Seçirəm. Home'da, insert'da charts qrupu var, diaqramlar. Belə diaqramların növləri çoxdur. All charts. 17 dənə diaqram növü var. 17. Yadda saxlayın. Elə bizə ən çox lazım olan kolon və pay diaqramlardır. Sütunlu və dairəvi. Çünki testlər yəqin görmürsünüz, əsas bunlardır.
Ən çox da dairəvi diaqram. Sonu diaqramda vururum. İndi belə bir şey gətirdi. Fikir verirsiniz. Canım biraz bunu ölçsün. Dəqiqə. Aha. İndi yoldaşlar, diaqramlarda nəyə fikir vermək lazımdır? Qiymətin kəsişmə nöqtəsinə görə. 13, 24, 37. Bax, 13 ondan 20 arasındadır. 24 buradadır, 37 də buradadır. Yəni sütun üzrə bax, elə bil ki. Məsələn, bu sütun birincidir. Bu ikincidir. Bildiniz. Bu birisi isə üçüncüdür. Bu qaydada sıralayır. Aydın oldu. Yox, əgər belə versəydim, məsəl üçün, birinci sətri sütunu seçib versəydim, ya da belə sətri. Onda fikir verin. 13, 20 və 40. Yenə kəsişmə nöqtəsinə görə göstərir. Yəni, neçə dənə verirsənsə ver, kəsişmə nöqtəsinə görə baxırsan. Hansı qaydada sıralandığını. Asan sualdır, burada çətin bir şey yoxdur. Bizim ən çox problemimiz, yəni daha doğrusu vacib olan o dairəvi diaqramdır. Önəmli olan. Seçirəm birinci sütunu. Pay diaqramı. Yoldaşlar, bu dairəvi diaqramda eyni zamanda qiymətləri faizlərlə göstərə bilərsiniz. Dairəvi diaqramlarda iki dənə vəziyyətimiz var. Nədir o vəziyyət? Birinci yerdə duran 13 var, ha. Dairəvi diaqramda saat əqrəbi prinsipi var. Saat əqrəbi. Saatın 12 istiqaməti burada bilirsiniz. Bu 13 yazılır və birinci ədəd. 13 həmişə birinci ədəd olur. Faiz. 24 ikinci olur. Saat əqrəbində. Elə bir ki, ədədləri saat əqrəbində fırlat da. Onda belə 0,37 də 50%. Aydın oldu. 13, 24, 37. Bir də yoldaşlar, burada belə bir şey var. İndi özünüz də məntiqinə baxsaz görəcəksiniz. 13 budur. 24 budur, 37 budur. Fikir verirsinizsə, elə 13 ilə 24-ün cəmi 37-dir də. Elə 18% ilə 32%-in cəmi də 50%. Onda belə sır ki, iki tərəfin cəmi üçüncüyə bərabərdir. Razısınız? Hə? İki tərəfin cəmi üçüncüyə bərabərdir. Yəni, ödənilir də yoldaşlar. Faizləri bir dənə toplarsaz, 18 ilə 32 50 eləyir, deyil? Və ya 13 ilə 24 də həmin ədədlərin yerində 37 eləyir. Necə? Bərabər də deyiləm müəllim elə. Təbii ki. Rəqəmlər dəyişiklik olsa, yox, çox da şey düşməyəcək. Biləm nə demək istəyirsiniz. Yəni, belə fərqli bir faizlə falan. Yox, yoldaşlar, elə deyil. Bu, bilsiz, qəbulda nəzərə almaq lazımdır. Elə deyil axı. Yəni, 3 saat qəbulda, yəni, sənin ağzına gələn faizi verə bilməz. Elə verməlidir ki, yəni, sualı 1 dəqiqə yarım ərzində, 1 dəqiqə ərzində həll eləməlisən sən. Çünki suallar elə bölünür. Zamanla idarə olunur hər şey. Sizə o 3 saatı vaxtı elə belə bölmürlər ki, bəs. Orada hər şey nəzərə alınmalıdır. Bildiniz. Sual olan var. Bura qədər. Bilirəm, ədədləri Bir dənə görəcəksiniz. sualım var müəllim, təkcə düşməyəcək, amma bir dənə də soruşum. Bayaqki cədvəlin içində hər hansısa bir düstur falan yazmaq kimi suallar düşə bilər. Var. Yox, 100 var. Elə əsas düsturda hesablama verir. Hesablayandan sonra sən belə ədəd tapıb diaqrama görə baxırsan. Sən hazır ədədi vermir ki. Hazır ədədi versə nə var ki bunu tapmağa? Elə yox. Məsələn, bu ədədlərdən ibarət olan bir chartı çıxartdıq Excel səhifəsinə. Onun içində verilmiş cədvəlin içində hər hansısa bir şey düstur yazmağı. Yəni demək istəmirsən ki, məsələn 13-dür, 20-dir, 25-dir. Bunları yerinə hesablama olsun. Belə verməsin. Yox. Verilmiş müəllim, indi bu ədədlərdən bir dənə cədvəl hazırlayın, bayaqki hazırladığınız. Dairəvi yox, sütunlardan olan. Ha. Mən bu chartın içinə deyirəm, düstur yazmağı. Yox, onlar yoxdur. Hə, Beləsə yoxdur. İndi göstərəm sual necə düşür. Onu da baxıb yekunlaşdıraq. Elə burada nümunə vardı. Səriyə Əlizadə. Bəli. Müəllim, hər dəfə, yəni hər sualda ikisinin cəmi üçüncü eləyir, yoxsa necə? Dairəvi diaqramlarda bəli. Axı orada 20 idi, 25 idi, bir də 40 idi axı. O necə olur?
Birində var Onun idi üçün. elə. Onun üçün. Baxın, bunu deyirəm. Bu var ya bu. Bu. Burada ödəmir də. İndi burada ödəmir də. Onda da belə olacaq bax. 24, 47, 29. Onda da belə. Yenə də 100% eləyir də. Bu, Hə, bu bir yəni sənə. Bu 3 dənə faizi bir yerdə 100% eləməlidir. Bu ona hesablayır. Bu demir ki, mən iki tərəfin cəmi üçüncüyə bərabər olacaq. O olmaya da bilər. başa Bildin? düşdüm. Başa düşdüm mənim dedim. O mən bir sənə niyə dedim? Çünki qəbula ən çox elə düşür də. Bilsiz qəbula düşənə tam düşür ona görə. Qəbula düşənə tam düşür. Yəni sən orada belə faiz verməyəcək. Sonra orada tapmaq belə Mən də onu səfir deyəcəkdim məsələdir. ki, müəllim, saat əqrəbin istiqaməti deməyimizin əsas səbəbi orada rəqəmlər eyni olmayacaq. Toplananların Bəli. cəmi eyni olmayacaq. Yəni uyğunlaşdırmaq üçün. Bay olursa nümunə üzərinə baxsaq daha yaxşı olar. Qulaq asın. 252-ci sual. Bizə deyir ki, cədvəlin A2, S2 diapazonuna uyğun olması üçün C1 xanasına nə yazılmalıdır? C1-i bilmirik, sual. İndi B1-ə nə yazılıb? Yox, ümumiyyətlə belə deyim də. A2 xanası burada birinci 25%'dir. O niyəsini bildiniz? Hə? Bəli, demişdi saat əqrəbi istiqaməti Saatın 12 12 bölü istiqamət. Onda B2 də bu birisi 25%. Onda bu üçüncü də 50%. Saat əqrəbi. Bax, o istiqamətlərinə baxın görəcəksiniz. İndi bunlardan bəzilərini hesablamağa çalışaq. Nələrsə verilir də. Nələrsə verilir. B1 4, A1 1, 4-dən 1 çıxanda 3, 3'ü 3'ə vurursunuz, 9 üstünə 1 10. Deməli, A2 xanasının qiyməti 10'dur. 10 nə deməkdir? 25%. Onda bu birisi də 10'dur. Çünki ikisi də 25%. Ya sizcə başqa şansı var ki? Hə? Onda C2 də 20'də yollaşır. Məntiqlə baxsaq 25-50% 2 dəfə fərq edir. Düz onu buradan da görmək olur. 4 üstəgəl 1. Neçə eləyir? 5. 4'ə vuranda 20. Burada hesablayıb görmək olur ha. B1'ə verib baxın 4. A1'ə də 1. Yerinə qoyun hesablayın da. Onu sən niyə verib bəs? Yerinə qoyub hesablamalısın. Deməli 20 hansıdır? 50%. Ki belə də görünür də ehtiyac yoxdur. Neysə. İndi ona belə çıxır ki, belə çıxır ki, A2 xanası 10, B2 xanası 10, C2 xanası 20'dir. Və bu diaqram da 10, 10, 20. Buna əsasən qurulub. İndi C1'i tapmaq üçün C1'i hardan tapa bilərik? C1'i də buradan tapa biləriz. Bu B2 xanasından. Çünki C1 başqa hesabda yazılmayıb. Bir dənə burada yazılıb. Xananın qiymətini 10'a bərabər edirəm. B1 də 4 olduğuna görə 4'ü 2'yə bölürəm. 2 üstə gəl C1 vur 4 bərabərdir 10. Onda S1 nə olacaq yoldaşlar? 2. Belədir. Aydın oldu. Ya yox. Yox desəm müəllim. Aydın olmadı. Bax. Mən 5 olacağını düşünürdüm, amma niyəsə 2 oldu. Yox 5 nə olmalıdır ki? Qulaq as. Bu 10, 10, 20'nin bildiniz hardan gəldi? Hə? Əsas. Aha, A2, B2, C2'nin düsturulan. A2'ni hesabladınız. Yoldaşlar, hava sağ ol. Yerinə qoy hesabla. Bu rəqəmi sizə niyə verib bəs? O demək istəyir ki, yerinə qoy hesabla. Böyle də 10. Ya bunu sənə deyir də. Bu da elədi 20. Ən axırıncı. Yine biri 10'du, biri 20'dir. Və bu 10 ilə 20 ilə bu diaqram bunlara əsasən qurulub da. Və bu 10 25%'dir, bu 20 də budur. Deməli bu birisi 25 də 10'dur da. Çatdı niyə? Aha. İndi bu xananın qiyməti 10'dur da B2 xanası. Sən C1'i bir dənə burada tapa bilərsən. Başqa yerdə gör C1 var. Ha, doğrudan iyi. Başqa yerdə C1 yoxdur. Başqa yolun da yoxdur. B1'ə nə yazılıb? 4. 4'ü 2'ye C1'i boş bölsən. qoyub deyə adamın fikri yayındı. Yəni daha doğrusu mənim fikrim yəni. C1'i boş qoyub deyə Boş. biraz. Yo, 0 kimi götürə bilmərsən. Sən onu bilmirsən, Yox, onu yox, tapmalısın. sıfır demirəm. Yox. Yerinə məsələn X ya da sual qoysaydı avtomatik orada tənlikdə məsələn yaza bilərdi İndi yəni yazmayayım, C1 ona görə. Yine Ha, 4'ü 2'ye bilmem. böləm. B1 böl 2. 4'ü 2'ye böləm 2. Üstüne gəl C1 vur 4 bərabərdir 10.
Bu da 2 olmalıdır ki hesablamada ödəsin. Daha. Başa düşdüm müəllim. Sağ ol. Buyur. Bildiniz yoldaşlar. Bu diagram məsələləri və Excel'in tabları bu qədərdir. Yəni bunları öyrənsəz kifayətdir. Qalanlarını da demişik. İndi təbii ki, yaza bilmədiyiniz olsa yenə növbəti dərsizə eləyəcəyik. Fərqli bir ədəd olmayacaq. Öyle şey ola bilər. Fərqli necə ola bilərdi? Nə olsun fərqli məsəl üçün? Ha, nə olsun? Nə versin ki? Fərqli isə verməyəcək. Fərqli bir sə necə verə bilər? De bu bayaqçı fərqli uzaq baş. Yox, fərqli bir şey olmayacaq yoldaşlar. Fərqli bir şey olmayacaq. Ya da ikisinin cəmi üçüncüyə bərabər nə yazaq? Tutaq ki 22, 28, 50. Çünki konkret olmalıdır. O fərqli bir şey verə bilməz. Orada müəyyən etmək var axı bəs. Elə şey olar. Amma yenə də ödəyir də yəni. Bax 22, 28. Cəmi 50 edir. Ya belə tuta bilərsən ki, bu 22-dir, bu 28. Yəni fərqli bir şey olmayacaq, narahat olmayın. Elə verəcək ki, tam çıxacaq cavab. Tamam.